Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, unsuz, mayasız dietik çörək hazırlayacağım. Çörəyi hazırlamaq üçün 2 ədəd yumurta götürmüşəm. Üzərinə yarım stəkan süd əlavə edirəm. Yarım çay qaşığı duz, bir paçka da kəsmik əlavə edirəm. Ərzaqları blenderdən keçirdirəm. Əgər blenderiniz yoxdursa, mikserlə də çala bilərsiniz. İki-3 dəqiqəyə pişən yulafı əvvəlcədən qəhvəüyüdən maşında üyütmüşəm. Görürsünüz, bu cür un kimi olmalıdır. Qarışımın üzərinə qabartma tozu. Əvvəlcədən üyütdüyüm yulafı da əlavə edirəm. Təxminən 1 stəkan yarım üyüdülmüş yulaf əlavə etdikdən sonra qarışdırıram. Qeyd edim ki, sıyıq olarsa yulafın miqdarın, yox əgər qatı olarsa südün miqdarın və yaxud da kəsmiyin miqdarını artırmaq olar. Yenidən üzərinə təxminən 3 yemək qaşığı qədər də süd əlavə etdim. Görürsünüz, bu qatılıqda olmalıdır. Nə çox qatı, nə də çox duru olmalı deyil. Qərbin içərisinə kağız yerləşdirmişəm ki, yapışmasın. Hazır xəmiri əlavə edib hər tərəfinə eyni qaydada yayıram. Üzərinə küncüt səpirəm. Zövqə görə çörək otu da əlavə etmək olar. 170 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Bişənə yaxın konveksiya rejimində işlətmək lazımdır ki, içərisi tam bişsin. Artıq gördüyünüz kimi hazırdır. Görürsünüz, çox gözəl pişibdir. Sonda içərisində sizə göstərəcəm. Digər adi çörəkdən fərqli olaraq içərisində biraz yapışqanlıq ola bilər. O da sizi narahat eləməsin. Bu çörəyin xüsusiyyəti odur. Görürsünüz, çox gözəl qabarıb. Dadı isə çox ləzzətlidir. Sınayıb, hazırlayıb dadına baxmağa dəyər. Həm də ki, kalorisi azdır.